Dövlət qulluğu üzrə BB kateqoriyasına və BA kateqoriyasına əlavə edilmiş, öncədən AC kateqoriyasına aid olan texniki təminatın elektron hesablama maşınlarının yaranma tarixi, onların xarakteristikaları ilə bağlı olan video izahımıza başlayırıq. Bu gün nə öyrənəcəyik? EHM-lərin yaranma tarixi və kompüterlərin müxtəlif əlamətlərə görə təsnifatı. Başlayaq. Birinci növbədə bunun əvvəl hissəsi magistraturada var. Tarixi bəzi məlumatlar çatdırırıq tələbələrə. Yəni bu 1945-ci ilə qədər də axı cihazlar olub, alətlər olub, onlar haqqında danışırıq, amma dövlət qulluğu üçün buna ehtiyac yoxdur. Düşünürəm ki, sual düşərsə bundan sonrasına düşəcək. Müasir kompüter texnologiyasının yaranma tarixi nə vaxtdan başlayır sualının cavabı bax budur. 1945-ci ildə dünyada ilk elektron hesablama maşını olan ENIAC-ın yaradılması ilə başlayır. Təbii ki, yenə müharibə illərinə düşdüyü üçün bu kompüter hərbi məqsədlər üçün istifadə olunurdu. Əsasən ballistikada, yəni top güllələrin atışında istifadə olunurdu. Böyük ölçüyə gördüyünüz kimi 167 metr kvadrat ərazini əhatə eləyirdi, 30 ton ağırlığı var idi və maşının istehsalı təxmini 5 il ərzində yekunlaşdı. Və bu qurğudan istifadə etmək 1-2 nəfər üçün deyildi. Yəni 1-2 nəfər buradan müraciət eləsin, bu qurğunu işlətsin mümkün deyildi. Eyni zamanda yüzlərlə işçinin işləməsi lazım idi ki, müəyyən əməliyyat icra olunsun. Qurucuları John Mauchly və Vesper Ecker. Bu ildən etibarən kompüterlərin yaranması müəyyən nəsillərə bölünəcək. Danışacağıq bu barədə. İndi isə daha bir önəmli məsələdən John von Neumann prinsiplərindən danışacağıq. Ümumiyyətlə, bu prinsiplərin ortalığa çıxmasının maraqlı bir tarixçəsi var. Qısa danışmaq istəyirəmsə, sonra keçirəm əsasən John von Neumann prinsiplərinə. John von Neumann özü Macar əsilli Amerikan alimidir. Gördüyünüz kimi çox qısa bir müddətdə yaşayıb. ENIAC yaradılanda ENIAC-ın müəyyən bir sıxıntıları var idi. Yəni çatışmazlıqları var idi. Onların da başında proqramlaşdırma prosesinin çətinliyi gəlirdi. Belə ki, ENIAC-da bir məsələnin həlli bitəndən sonra yeni bir məsələni həll etmək üçün mühəndislər günlərlə kabel və açarların yerini əllə dəyişdirməli olurdular daha doğrusu. Ona görə də növbəti layihə, yəni ENIAC-dan sonraki nəsildə olan EDVAC layihəsində yaradıcılar məsləhətçi kimi John von Neumannı və digər alimləri cəlb edirlər və burada John von Neumannın First Draft of a Report on the EDVAC hesabatına əsasən növbəti dediyimiz EDVAC-ın yaradılmasında hansı prinsiplər əsas götürülməlidir ki, daha verimli olsun, daha məhsuldar olsun. Həmin hesabatı sizin üçün əsas hissələrini danışıram, hansı ki, testdə qarşınıza çıxa bilər. 1. Kompüter proqramla idarə olunan avtomatdır. Nə deməkdir? Yəni, kompüter qurğudur, amma onun işini proqram idarə edir. Həm kompüterin işini idarə edir, həm də digər tərəfdən qarşıya qoyulan məsələni həll edir. Yəni, məsələnin həlli üçün lazımi əmrlər proqram tərəfindən yaddaşa yazılır və maşın insan müdaxiləsi olmadan bu əmrləri ardıcıl idarə edir. Bu deməkdir. İkincisi, kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Yəni demək istəyir ki, bir ölçülü və xətti yaddaş var və bir yaddaş var. Bu yaddaşın içərisində həm proqramlar, həm də verilənlər var. Əsas yaddaş nömrələnmiş yuvalardan ibarət idi və istənilən amala, yəni istənilən verilən məqsədə uyğun olaraq birbaşa müraciət etmək mümkün idi. Yəni, məsələn, söhbət nədən gedir burada? Orada bir yaddaşımız mövcuddur və ona ardıcıl birdən çox əmr veririk. Hansı əmr birinci verilibsə, onu birinci icra edir, sonra ikincini, üçüncünü bu mənada. Yəni, yaddaş bir cinsdir. Üçüncü prinsip nədən ibarətdir? Əmrlərlə verilənlər arasında aşkar fərq yoxdur. Bax, bu da çox önəmli bir məsələdir. Yəni, demək istəyir ki, kompüterdə hər hansı bir məsələni həll etmək üçün müəyyən əmrlərdən də istifadə etmək olar. Eyni zamanda verilənlərdən də hərəkət eləmək olar.
Yəni hər ikisi eyni yaddaş içərisində yerləşir və onların hər ikisinin üzərində əməliyyatlar aparıla bilər. Yəni kompüterin işini sırf əmrləri bağlamaq və yaxud da sırf verilənlərlə icra etmək, məhdudlaşdırmaq deməkdir. Onlar arasında aşkar fərq yoxdur. Sonuncusu isə verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Bu hansı anlama gəlir? Yəni, kompüterə daxil edilən məlumatlar və yaxud emal üçün nəzərdə tutulan məlumatlar aparat tərəfindən daxil edilir, amma onun icrası və yaxud xarakteri, yəni daxil edilən verilənlərin, xarakterini proqramlar müəyyənləşdirir və sonrakı mərhələdə dediyimiz kimi kompüterin işini proqramlar icra eləyir. Bax, bu gördüyünüz prinsiplər əsasən qırmızı ilə işarələnmiş yerlər kitabda yazılan ifadələrdir. Onlara diqqət eləsəniz, qəbulda qarşınıza çıxanı rahatlıqla cavablandıra biləcəksiniz. Digərlərini mən yazmışam ki, siz məsələnin məğzindən agah olasınız. Digər məsələ, kompüterin strukturu və kompüterin arxitekturası bir-birinə çox yaxın olsa da fərqli anlayışlardır. Kompüterin strukturu sadəcə olaraq kompüterin tərkib hissələri arasında fiziki və ya məntiqi əlaqəni təmin edir. Məsələn, mən deyirəm ki, mənim mausum filan USB kabellə kompüterlə əlaqələndirilir və digər qurğularla kompüterlə əlaqəsi var. Necə əlaqəsi var? Yəni, filan portla əlaqələndirilir və s. Bir də var, mən deyirəm ki, kompüterin, məsələn, mausu periferiya hissəsinə aiddir, filan şin vasitəsilə mikroprosesorla əlaqə saxlayır. Bu artıq olur kompüterin arxitekturası. Yəni, kompüterin tərkib hissələrinin hansı prinsiplərlə əlaqələndirilməsi, istifadəçi onu necə görməsini, həmin o konsepsiya arxitekturadır. Əsas diqqət olunası ifadə bu hansı qaydalarla ifadəsidir. Və arxitektura strukturdan daha böyük anlayışdır. İndi görəcəksiniz, birazdan deyəcəm, kompüterin strukturu arxitekturanın tərkibinə daxildir. Davam edin. Kompüter arxitekturası 3 hissəyə bölünür. Birinci, hesablama və məntiqi imkanlar. İkinci, aparat vasitələri. Üçüncü isə proqram vasitələridir. Nə deməkdir bu məsələ? Ümumilikdə bu arxitekturanın bölmələri ki var, birinci hesablama, məntiqi imkanlar. Bu bölmə prosesorun və sistemin informasiyanı necə emal etdiyini və hansı funksional imkanlara malik olduğunu əks etdirir. Belə ki, özlüyündə 3 yerə bölünür. Əmrlər sistemi. Bu barədə artıq köhnə dərsdən məlumatlısınız, bilirsiniz. Əmrlər sistemi prosesorun başa düşdüyü, yerinə yetirə bildiyi ibtidai əmrlərdir. İkincisi, verilənlərin formatlarıdır. Nə deməkdir? Verilənlər yaddaşda necə təsvir olunur? Yəni, tam ədəddimi, sürüşkən nöqtəli kəsr ədəddimi, simvoldumu? Bu məna. Üçüncüsü isə işləmə sürətidir. Bu da nə idi? Demişdik, kompüterin müəyyən vaxtda icra etdiyi, müəyyən vaxt vahidində, məsələn, 1 saniyədə icra edə bildiyi əməliyyatların sayı. Bu oldu hesablama və məntiqi imkan. İkinci, aparat vasitələridir. Yəni, gözlə görüb, əllə toxuna biləcəyimiz ünsürlər. Bu hissə, yəni aparat vasitələri, kompüterin fiziki qovşaqları, qurğuları və onların idarəetmə sistemini göstərir, təşkil edir. Birinci, kompüterin strukturudur. Bax, diqqət elədinizsə, kompüterin strukturu, sən demə, arxitekturaya daxil imiş. İncə detaldır. Kompüterin strukturu nə deməkdir? Şinlərin, prosesorun, ana plataya qoşulan qurğuların ümumi sxemidir. Yəni, modul. İkincisi, yaddaşın təşkilidir. Yəni, daxili və xarici yaddaş qurğuları. Üçüncüsü, giriş-çıxışın təşkilidir. Yəni, daxil etmə qurğuları və xaric etmə qurğuları. Sonuncusu isə idarəetmə prinsipləridir. Əmrlərin ardıcılmı və ya paralelmi icra edilməsini bildirir. Sinxronizasiyadır. Bu barədə birazdan mən sizə geniş danışacağam. John von Neumann prinsiplərində bu məsələyə toxunacağıq. Sonuncusu isə proqram vasitələridir. Yəni, proqram vasitəsi nə deməkdir? Aparat təminatını, yəni qurğuları canlandıran və istifadəçinin aparat resursları ilə, yəni qurğularla qarşılıqlı əlaqəsini təmin edən proqramlardır. Bunların birincisi əməliyyat sistemidir. Əməliyyat sistemləri
biz ayrı bir mövzu olaraq keçəcəyik. Görəcəksiniz orada. Əməliyyat sistemləri kompüterin işini idarə edən əsas proqramlardır. İkincisi, proqramlaşdırma dilləri, yeni proqramlar yaradan proqramlar. Və bir də tətbiqi proqram təminatı var ki, istifadəçinin müəyyən konkret sahədəki problemini həll eləyən proqramlardır. Məsələn, yazı yazmaq istəyirsən, Word sənə kömək eləyir. Demək, Word tətbiq. Düzdür? Bax, bu gördüyünüz arxitekturanı qəbulda sizdən soruşa bilərlər. Mən biraz xırdalıqlara getdim. Əmrlər sistemi nədir filan, o şeyləri sizin üçün danışdım ki, məsələnin mahiyyətinə vara biləsiniz. Amma sizdən yalnız adını soruşacaq ki, hesablama məntiqi imkanlarına hansı aiddir, aparata hansı aiddir, proqrama hansı aiddir. Və bir də strukturla arxitekturanın fərqlərini bilmək lazımdır. Davam edirik. Kompüterlər bir neçə əlamətə görə təsnif olunur. Birinci əlamət yaranma tarixi və element bazasına görə və bu nəsillərə bölünür. Gəlin baxaq. Birinci başlayırıq birinci nəsildən. Birinci nəsil tarixlər düşmür, mən sizə məlumat vermək istəyirəm. Birinci nəsil kompüterlər 1945-ci ildən təxminən 10 il ərzində 55-ci ilə qədər olan dövrü əhatə edir. Bu kompüterlər element bazaları elektron lampalardır, yəni vakuumlu lampalar idi. Bugün RAM dediyimiz əməli yaddaş isə maqnit nüvələrində təşkil olunur. Maqnit nüvələr haqqında ikinci nəsildə sizə geniş danışaram. Nə oldu bu haqqında? Və xarici yaddaşı da perfokart idi. Nədir perfokart? Bax, burada gördüyünüz şəkildir. Dəlikli kartlar idi. Bu dəlikli kartlara sıfırları və birləri uyğunlaşdırırdılar və o şəkildə yerləşdirir hesablamanı aparırdılar. Və diqqətinizə çatdırım ki, birinci nəsil kompüterlərdə yalnız ədəd tipli verilənlər üzərində hesablama aparmaq mümkün idi və yalnız sıfırlar birlərlə, yəni ikili kodlarla işləyirdi. Yəni, bugünkü kimi bizim istifadə etdiyimiz hərfləri, simvolları hələ kompüter onda başa düşmürdü. Yəni, onları üzərində əməliyyat aparmaq mümkün deyil. Bu birinci nəsil. İkinci nəsil təxminən 55-ci ildən 60-cı illərin ortalarına qədər olan dövrü əhatə eləyir. Burada element bazamız artıq lampa yox, yarımkeçiricilər, tranzistorlar və ya diodlar. Əməli yaddaşımız yenə maqnit nüvəsidir. Xarici yaddaşımız isə maqnit lenti idi. Baxın, maqnit lenti gördüyünüz, yəni normalda bizim kasetin içində gördüyümüz lent bundan eynidir. Sadəcə fərqi odur ki, burada böyük ölçülü informasiyanı yadda saxladığı üçün bax belə enli formadaydı və qurğu içərisində bu formada yerləşirdi. Və bir də maqnit nüvəli əməli yaddaş. Bax, bugünkü RAM, yəni əməli yaddaş dediyimiz şey mikrosistemlər üzərində qurulur və elektrik enerjisindən asılıdır. Gələn dərs o barədə uzun danışacağıq. İndi məsələ nədir? Maqnit nüvəli yaddaş 1950-70-ci illərdə istifadə olunub əsasən. İncə naqillərdən keçirilmiş kiçik ferromaqnit halqalardan ibarətdir, yəni nüvələrdən ibarətdir. İnformasiya sıfırlar və birlər şəklində bu halqaların maqnitləşmə istiqamətində, yəni ya saat əqrəbi istiqamətində, ya da saat əqrəbi əksi istiqamətində saxlanılır. Müasir əməli yaddaşdan üstünlüyü nədən ibarət idi? Kompüter söndürülsə belə içindəki məlumat silinmir. Çünki orada maqnit bütləşməsi gedirdi də. Amma sual verə bilərsiniz ki, əgər bu qədər yaxşı idisə, bəs bugün niyə istifadə olunur? Fərqi ondan ibarətdir ki, işləmə sürəti çox ləng, eyni zamanda yaddaş həcmi kilobaytlarla ölçülürdü. Bu da müasir kompüterlər üçün əlverişsiz. O baxımdan bugün bundan yox, istifadə olunur. Nədən? Həmin bu dediyimiz digər mikrosxem əsaslı olan. İkinci nəslə məxsus yeniliklər nə baş verib ikinci nəsildə? 1. Giriş və çıxış qurğuları təkmilləşdirilib. Əsas məsələ. Tarixdə ilk dəfə ASCII kod sistemindən istifadə olunub, yəni mətn tipli informasiyanın emalı mümkün olub. Bu çox böyük texnoloji inqilab idi. Bugün bizim proqramlaşdırma dili dediyimiz alqoritmik dillərdən istifadə olunmağa başlanıb. Və xarici qurğularla əsas qurğuların paralel işləməsi qismən də olsa təmin edilmişdir. Burada əsas diqqət edəcəyimiz yer nədir dostlar? Testdə qabağınıza nə sual düşə bilər? Element bazası, diqqət olunması önəmli detaldır. Xarici yaddaş, mətn informasiyasının emalı və proqramlaşdırma dillərinin tətbiqi.
Bu 4 ifadəni bildin, düşən suala %90 düzgün cavab əldə edirsən. Üçüncü nəsil 60-cı illərin sonları, ortaları deyək, 70-ci illərin əvvəllərində istehsal olunan kompüterlər. Üçüncü nəsildə biraz daha texnoloji inqilab baş verib. İndi görəcəksiniz nələr baş verib. Element bazası integral sxemlər və mikroelektronika elementləri idi. Yəni daha kiçik ölçüdə, amma daha böyük məhsuldarlıq, daha böyük sürət. Əməli yaddaş yenə maqnit nüvələridir. Diqqət edirsiniz, 1-ci, 2-ci və 3-cü nəsildə əməli yaddaş, yəni RAM dediyimiz şey maqnit nüvələrində qurulub. Xarici yaddaş isə maqnit diskləridir. Yəni bizim bu hard disk dediyimiz şey 3-cü nəsildə yarandı. 3-cü nəsildə başqa nə yeniliklər baş verib? Aparat və proqram təminatı birgə istifadə olunub. Nə deməkdir? Yəni qurğudan gələn əməliyyatları proqramlar çox sürətli şəkildə əmrləri icra edə biliblər. İkinci yenilik, əməliyyat sisteminin yaradılması. Tarixdə ilk əməliyyat sistemi 3-cü nəsildə yaranıb. Üçüncü, monitor və klaviaturanın istifadəsi. İlk dəfə 3-cü nəsildə. Multiproqram rejimi. Yəni bu dövrə qədər kompüterdə yalnız bir dənə proqram olurdu və bir proqramı bağlamadan ikincini açmaq olmurdu. Amma 3-cü nəsil kompüterlərdə artıq kompüter birdən çox proqramı dəstəkləyir və eyni zamanda birdən çox proqramı idarə edə bilir. Asinxron dəyişən sistem. Baxın, sinxron deyilən bir şey var. Sinxron nə deməkdir? Yəni ardıcıl. Bu dövrə qədər sinxron sistem idi. Yəni kompüterin qurğuları növbəli şəkildə işləyirdi. Prosesor işləyirdi, prosesor işləyən vaxtı videokart işləyə bilməzdi. Videokart işləyən vaxtı RAM işləyə bilməzdi. Yəni bunlar ardıcıl olaraq işləyirdi. Bu da kompüterin işləməsini, bu işləmə sürətini aşağı salırdı. Amma bu dövrdən asinxron dəyişən sistem yarandı. Nə deməkdir? Yəni bütün proseslər eyni siqnal zamanı bir-birini gözləməyə məcbur olmadan müstəqil şəkildə işləyirdi. Yəni bu o deməkdir ki, prosesor işləyən zaman videokart da işləyə bilir eyni zamanda. Bu da işləmə sürətinə müsbət təsir göstərir. Növbəti tele-emaldır. Emal nə deməkdir? Yəni mən öz kompüterimi açdım, içində gördüyüm məlumatları emal edirəm. Tele-emal o deməkdir ki, mən öz kompüterimlə kabel vasitəsilə başqa bir kompüterə qoşula bilirəm və onun içindən məlumatlar emal edə bilirəm. 3-cü nəsildə artıq ofislərə kompüterlər gəlməyə başladı. Bu tele-emal o deməkdir. Modul prinsipi. Əlavə qurğular qoşmaqla sistemin iş imkanlarını artırmaq. Yəni bu dövrə qədər istehsalçı kompaniya nə istehsal eləmişdisə, ona müdaxilə eləmək və ona əlavələr etmək mümkün deyildi. Çünki o vaxtı qapalı arxitektura idi. Amma 3-cü nəsildə açıq arxitektura prinsipi yarandı və bu o deməkdir ki, artıq komponentlər bir-birinə inteqrasiya oluna bilirdi və bir modelə genişləndirmə yolu ilə başqa bir modeldən daha doğrusu başqa bir model yaratmaq mümkün idi, genişləndirmək mümkün idi. Yəni bu dövrə qədər məsələn RAM-ın istehsal edildiyi bir kompaniya var idi və RAM-ın slotu, RAM-ın içinə yerləşdiyi yer ancaq həmin RAM-ı dəstəkləyirdi. Amma bu dövrdən etibarən artıq kompüter rahat şəkildə genişlənə bilərdi. Bax görürsünüz, 3-cü nəsildə nə qədər yeniliklər baş verib, nə qədər hadisələr baş verib. Və bu yeniliklərin məntiqi sonluğu olaraq 4-cü nəsildə artıq fərdi kompüterlər yaranmağa başladı. Element bazaları böyük və çox böyük integral sistemləri idi. Əməli yaddaş tarixdə ilk dəfə bugünkü gündəki kimi çiplərdə, mikrosxemlərdə, yəni integral sxemlərdə qurulmağa başladı. Xarici yaddaş maqnit disk ilə yanaşı həm də optik, yəni CD-DVD disklər olmağa başladı, həm də hard disk. Və 4-cü nəsildə ilk mikroprosesor yaranır 1971-ci ildə. Təbii ki, fərdi kompüterlərdə ilk dəfə Apple 1 adı ilə burada debüt eləyir. Bildiyiniz kimi Steve Jobs və onun dostu Steve Wozniak Steve Jobs'un atasının qarajında ilk Apple 1-i yaradılar. Və o dövrə qədər insanlar düşünürdülər ki, kompüter deyəndə bir otaq içərisində birdən çox böyük kompüter var və onları idarə etmək üçün müəyyən ali savad tələb olunur. Artıq fərdi kompüterlərlə yeni bir era yaranmağa başladı və o eranın tərkibində artıq insanlar gördülər ki, fərdi kompüter anlayışı var və hər bir insan özü də kompüteri idarə edə bilər.
10 il keçəndən sonra bütün dünyaya kütləvi olaraq fərdi kompüterlər satılmağa başladı. Və mən şəkilli, vizual olaraq qeyd eləmişəm sizin üçün. Apple 1 tarixdə ilk fərdi kompüterdir. Sonra IBM firması IBM PC-ni yaradır və bütün dünyaya satmağa başlayır. Bundan əlavə 5-ci və 6-cı nəsillər də var. Onları bilməyə ehtiyac yoxdur. Qəbulda onlardan sual düşmür. Sizə kömək olsun deyə mən ehimlərin nəsillərə görə xüsusiyyətlərini cədvəlləşdirmişəm. Bunu da təbii ki, %100 o bayaq dediklərimi əvəz eləmir. Onlar biraz daha artıq idi gördüyünüz kimi. Cürbəcür ifadələr işlətdim mən orada sizin üçün. Bu komplektləşdirici bir cədvəl. Aha. Bununla biz əslində dərsin böyük bir hissəsini bitirdik. Cəmi 5 səhifəmiz qalıb. Qaydırıq 5-ci səhifəyə. Yaranma tarixi və element bazasına görə biz artıq kompüterlərin xarakteristikalarını danışdıq. Yəni nəsillər üzrə bizə lazım olan hər şeyi danışdıq. İkinci işləmə prinsipinə görədir. 3 yerə bölünür. Analoq hesablama maşınları, rəqəmsal hesablama maşınları və hibrid hesablama maşınları. Nədir bunların fərqi? Analoq hesablama maşınları birbaşa real dəyərlərlə işləyir. Məsələn, mən heç bir elektron əlaqəsi olmayan bir civəli termometri yerləşdirirəm evdə. Və civə temperatura həssas olduğu üçün istilik olduqca civə orada qalxır yuxarı və düşəndə də düşür aşağı. Və bu o deməkdir ki, bu mənim civəli termometrim analoq hesablama maşınıdır. Niyə görə? Çünki real dəyərlərlə analoq informasiya ilə ölçmə həyata keçirir. Bu oldu analoq. Rəqəmsal kompüterlərdir. Burada artıq danışmağa ehtiyac yoxdur. Bir də hibridlər var. Həm davamlı siqnallarla, yəni sıfırlar, birlərlə işləyə bilir, həm də davamlı olmayan siqnallarla. Məsələn, bir nümunə göstərirəm sizə. O tibdə istifadə olunan exokardioqramma cihazı. Onu bağlayırlar bilirsiniz insanın bədəninə. İnsan bədənindən ürək döyüntüləri və s. analoq siqnallardır da, onlar rəqəmsal deyil ki. Onları alır və rəqəmsallaşdıraraq kompüterin ekranında əks etdirir. Bax, o hibrid sayılır. Aydın oldu? Növbəti təsnifat, 3-cü təsnifat təyinatına görə təsnifatdır. 3 yerə bölünür. Universal kompüterlər. Universal kompüterlər, yəni bu kompüter müxtəlif məsələlər üçün. Mən bu kompüteri aldım, istəsəm riyazi, istəsəm iqtisadi, mühəndis texniki işlərdə istifadə edirəm, bir çox işlərdə istifadə edirəm. Universal bu deməkdir, yəni müxtəlif məsələlər üçün. Var problem yönlü kompüterlər. Bunlar sırf bir müəssisənin işini idarə etmək üçün, sırf bir istehsal məsələlərinin həlli üçün nəzərdə tutulub. Məsələn, anbar uçotu üçün, bank əməliyyatları üçün, hər hansı istehsal müəssisəsini idarə etmək üçün bu mənada. Üçüncü isə ixtisaslaşmış kompüterlərdir. Bunlar daha tale yüklü, xüsusi məsələlər üçündür. Məsələn, təyyarələrin bord kompüterləri. Məlumatınız da bilirsiniz ki, təyyarə havada uçuş eşalonları üzrə, yəni müəyyən hündürlüklər üzrə uçur və uçduğu eşalon üzrə ətrafdakı bütün o temperatur, təzyiq və s. bunların hamısını qəbul eləyir və eyni zamanda disperser qülləsinə ötürür. Sonra o məlumatlar hava proqnozlarında istifadə olunur və s. Tibbi avadanlıqlar, məsələn, MRT, exokardioqramma və yaxud da avtomobilin idarə etmə bloku nümunə göstərilə bilər. Bunlar xüsusi məsələlərdir. Bu da 3-cü təsnifat idi. Görürsünüz, 1-ci təsnifat biraz uzun çəkdi. Biz nəsillərdən biraz uzun danışdıq da, amma digər təsnifatlar hərəsi bir səhifədir. Baxın, bu uyğunluq məsələsini mən sizə izah edəcəm. Amma ki, qəbulda mən düşünmürəm ki, bunun izahlarını sizdən soruşarlar. Məsələn, sual verərlər ki, uyğunluğa görə hansı təsnifatlar var? Deyərsən, aparat, proqram, əməliyyat sistemi, verilənlər. Amma mən izah edəcəm, istəmirəm ki, sizin üçün bu qaranlıq qalsın ki, nə deməkdir ki, bu aparat? Aparat uyğunluğu nədir? İngiliscə hardware compatibility deməkdir. Hardware compatibility o deməkdir ki, fiziki qurğular bir-biri ilə əlaqəli işləyir. Yəni, məsəl üçün, 1985-ci ildə istehsal olunan bir RAM yuvasına müasir RAM-ı yerləşdirsən, o onu tanımayacaq. Çünki onun üçün nəzərdə tutulur. Fiziki olaraq qoşarsan, yerləşdirərsən, amma əlaqə olur. Yəni, qurğuların bir-birinə fiziki əlaqəsi aparat uyğunluğu sayılır. İkinci proqram uyğunluğudur. Məsəl üçün,
32 bitlik prosesorlar var, 64 bitlik prosesorlar var da, düzdür? Fərqlərini bilirsiniz. 32 bitlik prosesor maksimum 7 rəqəmli ədədlər emal eləyə bilər. 64 bitlik prosesor 17 rəqəmli ədədlər. Yəni əgər proqram 32 bitlik prosesor üçün yaradılıbsa, o heç bir halda 64 bitlik prosesorda işləməz və ya 64-lük 32 ilə işləməz. Yaxud mobil landşafta baxsam, Android üçün yaradılan iPhone-da işləməz. Çünki o ayrı işləyir də. Mac əməliyyat sistemindən işləyir. O baxımdan bu proqram uyğunluğu o demək. Üçüncüsü əməliyyat sistemi səviyyəsində uyğunluqdur. Bu driver məsələsidir. Məsələn, mən hər hansı qurğunu kompüterə fiziki olaraq qoşuram, amma qoşsam belə o qurğu sistem tərəfindən tanınmır. İstifadə edə bilmirəm onu. Niyə? Çünki xüsusi sürücüsü yoxdur. Driver yoxdursa cihaz istifadə oluna bilməz. Bu nə deməkdir? Əməliyyat sistemi səviyyəsində uyğunluq yoxdur. Sonuncu da verilənlər səviyyəsində uyğunluqdur. Məsələn, bir məlumat faylının o qəbildən olan başqa proqram tərəfindən açılmasıdır. Məsələn, burada nümunə göstərmişəm. Excel-də yaradılmış bir faylı Google Sheet-də aça bilər, LibreOffice-də aça bilər, başqa ofisdə aça bilər. Çünki onların hər biri o tipli faylları açmaq üçün uyğunlaşdırılmışdır. Dediyim kimi, sizə ancaq bunların adları düşər, o da düşsə. İzahları məsələnin məğzini anlaya bilməyiniz üçün dedim. Sonuncu isə qabarit ölçülərinə görədir. Qabarit ölçülərinə görə bölünür. Superkompüterlər. Ən güclü, ən sürətli kompüterlər. O qədər sürətlidir ki, adi əməli yaddaşının həcmi 128 GB-a qədər ola bilər. Nə üçün istifadə olunur? Kosmik araşdırmalar, elmi araşdırmalar, hava modelləşməsi, nüvə texnologiyası, hərbi analiz kimi sahələrdə istifadə olunur. Minlərlə prosesor eyni zamanda paralel işləyərək bir saniyədə trilyonlarla əməliyyat icra edə bilir. Nümunədə NASA-nın Atos kompüterini göstərmişdir. Yəni ölçü böyükdür, həmin ölçü ilə yanaşı göstərdiyi xidmət də böyük. İkinci mainframe'lər, yəni böyük kompüterlər. Bayaq dediyimiz ENIAC, ilk yaranan kompüterdir. Ölçü böyükdür, məhsuldarlıq aşağıdır. İşləməsi üçün yüzlərlə işçi eyni anda istifadə olunmalıdır. Yaxşı, bəs bu mainframe nə deməkdir ki? Mainframe. Mainframe o deməkdir ki, əsas kadr. Yəni nə? Yəni bunun idarə olunması, parça-parça idarə olunması mümkün deyil. Bunların hamısı eyni anda işləyir və bir məqsədə xidmət edir. Hansısa bir parçada sıxıntı olarsa, bu qurğuya problem yaradar. O işləməz. Mini kompüterlər. 70-ci illərə qədər 60-cı illərin ortalarında da dəqiq tarix olaraq deməyək, 60-cı illərin ortalarında əsasən banklar üçün, elmi tədris mərkəzləri üçün PDP adlı kompüterlər yaradıldı. Mini kompüterlər idi. Mini kompüterlər hər hansı bir təşkilatın xüsusi sırf bir şöbəsini idarə etmək üçündür. Hər hansı məlumatın emalı üçün nəzərdə tutulmuşdur. Və o dövr üçün istifadə olunur. Biraz böyük ölçülü informasiyanın emalı üçün isə 70-ci illərdə orta kompüterlər yaratdılar. Məqsəd iri həcmli məlumatlar, yəni məsələn, burada qeyd eləmişəm də sizin məlumat bazası, arxiv sənədləri, statistik hesablamalar aparmaq üçündür. Burada bir incə detal qeyd olunub. Vaxt məhdudiyyəti olmayan iri ölçülü informasiya. Yəni uzun müddət böyük informasiyanı emal edə bilirdi. Sonuncusu isə mikrokompüterlərdir. Bu kompüterlər mikroprosesorun yaradılması ilə ortalığa çıxdı. Yəni əgər içində mikroprosesor varsa, bu mikrokompüterdir. Məsələn, ekranda görürsünüz də, fərdi kompüterlər, notebooklar, hətta bizim smartfonlarımız hamısı mikrodur. Ölçü kiçik, amma məhsuldarlıq böyükdür. Mikroprosesor varsa, onda bu mikrokompüter. Videonu burada dayandırıram.